Axşamınız xeyir olsun dəyərli izləyicilər, dəyərli komanda üzvləri. Hər vaxtınız xeyir olsun. Deməli, bugünkü mövzumuz, Zoom-un mövzusu şəbəkə biznesinə təsir etmə metodları. Şəbəkə biznesinə ümumiyyətcə təsir etmə metodlarından danışarkən bir şey vurğulayaq ki, həyatımızda bütün qərarları kimlərinsə, nəyinsə təsirinin əsasında veririk. Yəni, ümumiyyətcə insanlar bütün qərarlarını hansısa təsirlərdən dolayı verirlər. Elə bizim özümüz ümumiyyətcə ailə quranda və yaxud da ki, hər hansı bir marketdə, nə salonda, hansısa restoranı seçəndə və yaxud da ki, seçdiyin geyimdə belə hansısa təsirdən təsirlənərək qərar verirsən. Ümumiyyətcə maşın alanda da avtomobil maşın şeydir. Maşın və ev alanda da, iş seçəndə də hər hansı bir qərar verərkən hər zaman hansı təsirlərə məruz qaldığı üçün o qərarı verirsən. Bizim hər birimiz ümumiyyətcə bu biznesə gələndə müəyyən təsirlərdən keçib təsirlərdən təsirlənib gəlmişik bu biznesə və hər birimiz fərqli-fərqli təsirlərdən dolayı bu biznesi seçmişik. Bəzilərimiz məhsula gəlmişik, bəzilərimiz master klassda gözəllik öz baxım qulluğuna gəlmişik, bəzilərimiz bu şirkətin biznes imkanlarına dolayı gəlmişik, bəzilərimiz şirkətin məhz özünün bizə verdiyi dəyərə görə gəlmişik və hər birimiz hal-hazırda buradayıq. Ona görə də vurğulamaq istəyirəm ki, danışdığım təsir etmə metodları hər kəsdə individualdır. Yəni, biz bütün bunları bilək, xəbərimiz olsun, amma tətbiq edərkən, məsəl üçün, bir nəfərə bütün təsir etmə metodlarını tətbiq edə bilmərik. Çünki insanlar dəyişkəndir, yəni bəzilərinə sadəcə məhsul baxımından, bəzilərinə də biznes baxımından təsir edə bilərik. İlk öncə biznesə, belə deyim də, bu biznesdə təsir etmə mərhələlərində ilk öncə əhəmiyyətli olan, deməli, təsirin ən birinci mərhələsi dəvətdir. Ki, bizim biznesimizə dəvət etdiyimiz insanlarla bağlıdır bu. Ki, dəvətin də ilk önəmli məsələsi, ilk önəmli ünsürü ciddiyyətdir. Biz nə qədər işimizi ciddi şəkildə qarşımızdakı insanlara mən ciddi bir işlə məşğul oluram və mən bu ciddi bir işlə məşğul olduğum üçün sənin də bu ciddi işlə məşğul olub ciddi gəlirlər əldə edəcəyinə inandırsaq və yaxud da ki, həmçinin mən həyatımı bu ciddi işlə məşğul olaraq dəyişmişəm, övladlarımın gələcəyini, öz gələcəyimi təminat altına almışam, həm sağlamlığımı, həm maddi imkanlarımı, həm maddi gəlirlərimi yaxşılaşdırmağa inanaraq bu işi seçmişəm və qarşımızdakı insana da bu işin ciddiyyətini olduğu kimi mahiyyətini ifadə etsək, insanlara təsir etmə metodumuz daha yaxşı olacaqdır. Hər nə qədər yaxın əziz adamımız da olsa, ailə üzvümüz belə olsa, işimiz barədə məlumat verərkən işimizlə bağlı nə qədər ciddi olduğumuzu birinci vurğulayaq. Bu bizim ən yaxın dostumuz da ola bilər. Nə bilim, 20 illik dostumuz otaq ki, sadəcə işimiz barədə danışarkən ciddiliyi önəm verək. Eyni zamanda bu dəvət olduqdan sonra həmçinin dəvətin digər mərhələsi ofisə dəvət etdik, tutaq ki, rəhbərlərimizlə tanış etdik. Eyni zamanda, eyni qaydada da həminki dəvətin növbəti mərhələsini gözəl şəkildə, ciddi şəkildə icra etmək lazımdır. Rəhbərlərimizi gözəl şəkildə təqdim etmək lazımdır, peşəkarlığını vurğulamaq lazımdır. Eyni zamanda qarşımızdakı insandan da eyni rəhbərimizə hörmət göstərərək qarşımızdakı insanlara eyni hörməti tələb etməliyik. Bu işimizin əsas faktorlardan biridir. Dəvət zamanı bunu dəfələrlə vurğulamışıq. Geyim çox önəmlidir. Saç düzümü çox önəmlidir, xüsusilə xanımlarda bunu xüsusi vurğulayıram. Kişilərin saçlarını darayıb getsə olar, bəs eləyər. Geyim çox önəmlidir, klassik geyimə daha çox üstünlük verək ki, çünki biz gələcəyin biznesləyicisi, biznesmen insanlarıyıq və buna görə də klassik geyimə üstünlük versək daha yaxşı olar. Səs tonu özündən razı deyil ki, özünə əmin şəkildə, özündən razı biraz lovğalıq çıxılır, özündən əmin şəkildə olsa daha gözəl şəkildə olar. Həmçinin, keçən dəfə də təlimdə bizə vurğuladılar ki, qol saatının olmağı önəmlidir. Mən bunu bilmirdim, belə baxanda, yəni qol saat olmağı önəmlidir. Lakin qol saatı qolunuzda olsa belə bunu vurğulayım ki, hər dəqiqə qol saatına baxmaq yaxşı bir əlamət deyil. Yəni qarşımızdakı insana qarşı sanki sənə görə vaxtımı itirirəm mənası ifadə edir. Ona görə də qol saatımız olsa belə qolumuzdakı saata bacardığımız qədər çalışaq ki, dəvət zamanı tez-tez baxmayaq. Həmçinin gözəl ətir istifadə eləmək ki, çox gözəl ətirlərimiz gəlib, bundan yararlana bilərik, faydalana bilərik. Dəvətlərimizdə də bundan istifadə edə bilərik bu ətirlərimizdən. Gözəl ətir istifadə etmək qarşımızdakı insanlarda müsbət bir image formalaşmasına gətirib çıxardar. Təsir etmə metodlarından birincisi budur, dəvət etdiyimiz zaman insana ciddi münasibət göstərmək və bir şey vurğulayım ki, insanlar ilk öncə görünüşə əhəmiyyət verirlər. Hər nə olursa olsun, ilk öncə görünüşümüzün səliqəli, gözəl şəkildə olmasını təmin etməyə çalışaq. İkinci təsir etmə metodları nədir? Qarşımızdakı insana necə təsir edə bilərik? Savadımızla və biliyimizlə.
Heç bir insan savadsız insana, biliyi olmayan insandan nə iş qurmaq istəməz, nə sağlamlığını ona əmanət eləmək istəməz. Yəni heç birimiz məlum məsələdir ki, heç bir insan öz övladlarının sağlamlığını, öz canının sağlamlığını biliksiz insana, savadsız insana həvalə etmək istəməz. Bacardığımız qədər çalışaq ki, özümüzü təkmilləşdirək, özümüzə daha çox, belə deyim də, inkişafına daha çox zaman ayıraq. Yəni bu, kitablar vasitəsilə də ola bilər, səslə nələrsə dinləyə də bilərik, izləyə də bilərik. İnternet əsrində yetəri qədər məlumat ala biləcəyimiz şeylər çoxdur. Bir kitabı oxuyursan, məsəl üçün, sən bir kitabı bir həftə vaxt sərf edirsən, amma kitab barədə danışsan, 1 saat ərzində kitab barədə danışıb bitirə bilərsən. Ona görə də, yəni nə qədər çox bilsək belə, bizim qarşımızdakı şəxslə ötürdüklərimiz az olur. Yəni maksimum çalışaq ki, daha çox bilək və qarşımızdakı insan bizim savadlı olduğumuzun, bilikli olduğumuzun şahidi olsun. Buna əminlik yaratsın onda ki, hə, mən bu insan savadlıdır, mən bu insan biliklidir, bu insan intellektual səviyyəsi yüksəkdir və mən iş quracağamsa bu insanla, mən peşman olmayacağam. Eyni zamanda sağlamlığımı həvalə edəcəmsə, bununla bağlı peşman olmayacağam. Bacardığımız qədər ən azından heç olmasa sağlamlıqla bağlı ən əsas məlumatlara yiyələnmiş olaq ki, məhsullarımızla bağlı sual verəndə cavablandıra bilək. Daha sonra bəzi insanlar da var ki, onlara savaddan, bilikdən daha çox real nəticələr lazımdır. Təsir etmə metodlarının ən yaxşı metodlardan biri də nəticələr barədə danışmaqdır. Nəinki öz nəticələrimizdən, başqa insanın nəticələrindən danışsaq daha yaxşı olur. Bəzi insanlar var ki, soruşur, sən bunu içmisən, faydasını görmüsən, öz nəticələrindən danışa bilərsən. Elə insan da var ki, ona sənin nəticən maraqlı deyil. Düşünəcək ki, yəqin sən özünə görə deyirsən. Başqa kimlərinsə nəticələrindən danışa bilərik. Əsasən məhsullar barədə ən yaxşı məhsula dəvət edəndə ən yaxşı, belə deyim də, nəticə verən nəticələrdir. Yəni biz tutaq ki, bir insanı qaraciyər problemindən əziyyət çəkdiyinin fərqindəyik, böyrək problemindən əziyyət çəkdiyinin fərqindəyik ki, savadlı, o bilikli məsələsindən vurğuladığım kimi əvvəldən bilirsən ki, bir insanın nə problemi var. Üzünə baxanda çox zaman bilinmiş olur. Artıq çəkilən əziyyət çəkirsə, az çəkilən əziyyət çəkirsə, biz əlimizdə olan ki, şükür Allah nəticələrimiz çoxdur. Zoomlarda yetəri qədər nəticələrdən danışılıb, 6-cı gün olan təlimlərimizdə yetəri qədər nəticələrdən danışılıb və əlimizdə olan nəticələri o insanlara təqdim edərək insanlarda müsbət rəy yarada bilərik. Əgər o insan sırf məhsul üçün, sağlamlıq üçün gəlirsə. Bəzən olur ki, insana heç nəticə maraqlı deyil, biznes maraqlıdır. Bunun da digər tərəflərini danışacağam. Əgər nəticələrdən danışırıqsa, mütləq şəkildə real qarşımızdakı insana inandırıcı tərzdə olmuş nəticələrdən danışaq. Bir nəfər bunu, məsəl üçün, bəzən olur ki, yəni qeyri-real bir şeylərdən danışırlar. Düz bilirsən ki, bu real deyil. Amma fakt, məsəl üçün, bir insanın böyrəyində daş varsa, böyük bir daşdırsa, məlum məsələdir ki, sən böyrək daşını düşürtdük deyə bilməzsən. Amma böyrəyin daşının əmələ gəlməsinin qarşısını aldığımız, böyrək kristallarını təmizlədiyimiz, qumları təmizlədiyimiz nə qədər nəticələrimiz olmuşdur, bunlardan danışa bilərik. Həmçinin bir çox nəticələrimiz də var ki, həqiqətən möcüzəvi təsir göstərmişdir ki, bu nəticələr barədə məlumat verə bilərik qarşımızdakı insanlara inandırmaq və onlarda xoş belə rəy yaratmaq üçün şirkətimizlə bağlı. Daha sonra tədbirlərə dəvət etmək həm. Bu önəmli məsələlərdən biridir. Çoxumuz düşünürük ki, təlimlər, tədbirlər məhz işləyən insanlar üçündür. Bəzən ola bilər ki, bu insan bizimlə əməkdaşlıq eləmək istəmir. Sadəcə müştəridir. Olsun, biz yenə təlimlərə və tədbirlərə dəvət edək. Özümüz də, yəni tədbirlərdə və təlimlərdə olan şəxslər özümüz də görmüşük ki, dəfələrlə olub ki, biz gedəndə oradan nə qədər motivasiya ilə, nə qədər xoş təəssüratlarla ayrılaq. Və qarşımızdakı insan istər məsləhətçi olsun, istər müştəri olsun, təlimlərə və tədbirlərə dəvət etdikdə onda yaranan müsbət rəylər, elə ki, 1-dirsə 10 olacaq, 10-dursa 100 olacaq. İstənilən halda bu bir insana təsir göstərir. Yəni kollektivin fikri, kollektivin düşüncəsi bir şəxsə mütləq şəkildə təsir göstərir. Gedir, orada motivasiya olunur, orada daha çox məlumatlar toplayır, həvəslənir, stimul qazanır, belə deyim də, daha çox stimul yaranır onda və ondan sonra lap müştərisi bir də görsün biznes qurmaq istəyəcək. Biznesdədirsə əgər ranglarını artırmaq istəyəcək və onun həyatında böyük bir yaxşı mənada yaxşı dəyişikliklərə səbəb olacaq. Həmin o təlimlər və tədbirlər. Həmçinin bizim offline, online təlimlərimiz var. Zoom platformasında eyni zamanda canlı təlimlərimiz var. Hər həftə xatırlatma edib çağırsaq, bu da bizim qarşımızdakı insana təsir etmə metodlarımızdan birinə çevrilə bilər. Bəzən olur ki, 6-cı günlər olub məndə, bizim hər birimizdə olub ki, məsəl üçün, müştəridir, hansısa bir problemi var, 6-cı gün dəvət eləmişik, təsadüfən həmin müştərinin problemi ilə mövzu üst-üstə düşüb.
Yəni adam orada bir çox suallara cavab tapmış olub müştəri, eyni zamanda bir çox belə deyim də şübhələrini aradan qaldırmış olur. Yəni bəzən belə də olur. Yəni bir insana bir nəfər çox təsir göstərə bilməsə də 5 nəfər, 10 nəfər daha çox təsir göstərə bilər. Odur ki, bunları nəzərə alaq. Müştəri də olsa çalışaq ki, təlimlərdən və tədbirlərdən belə deyim də xəbərsiz qoymayaq həmin insanları. Daha sonra yox deyən insanları follow etmək, yox deyən insanların fikirlərini dəyişməyə çalışmaq. Ümumiyyətcə, insanlar niyə yox deyirlər? Əslində bu psixoloji məsələ danışacağam, ikinci hissədə danışacağam. Buradan vurğulayım. Niyə insanlar yox deyirlər? İnsanlar ümumiyyətcə bilmədiyi hər şeyə yox deyirlər. Niyə? Çünki biz bilmədiyimiz şeylərdən qorxuruq. Şəbəkə biznesi tanımırsa, şəbəkə biznesi barədə heç bir məlumatı yoxdursa, bu insanın qarşımızdakı insanın bizə yox demək ehtimalı %90, %80% nəinki hə demək ehtimalı. Çünki bilmir. Tanımadığı bir yola heç kim girmək istəməz. Tanımadığı bir evə heç kim, məsəl üçün deyim də, tanımadığı qaranlıq yerə heç kim girmək istəməz. Çünki orada başına nə gələcəyini bilmirsən. Niyə çoxumuz ölümdən qorxuruq? Çünki ölümdən sonra başımıza nə gələcəyini bilmirik. Yəni insanlar bilinməzlikdən qorxduqları üçün bizə yox deyirlər əslində. Bizim işimizə, bizim biznesimizə, bizim məhsulumuza yox demirlər. Əslində onların tək məsələsi bilinməzlikdir. Bilinməzliyi bilinən etmək üçün biz nəsə bir şey etməliyik. Tutaq ki, bugün yox dedi və bugün belə deyim də, bizə yox dedisə əgər, 3 gündən sonra, 5 gündən sonra və yaxud da 24 saatdan sonra yenidən onu təzədən danışdırıb bizə sayılır. Səs getdi. Əslə xanım, səsinizi bağlı. Üzürlü sayın, çox üzr istəyirəm. Otaqdan gedir. Deməli, yox demək səbəblərindən biri də dediyim kimi də, ən əsas səbəblərindən biri insanlar bilmədiyi şeylərə yox deyirlər. Yəni biz ki, mənə niyə yox dedilər deyəndə narahat olmayın. Siz bilirsiniz hardasınız. Siz məhsulu tanıyırsınız, siz biznesi tanıyırsınız, amma qarşındakı insan nə biznesi, nə məhsulu tanımır. Ona tanıtmağın da ən gözəl nümunəsi bizim özümüzdür. Biznesimiz barədə, məhsulumuz barədə qarşımızdakı insana ehtiyacına uyğun daha dolğun məlumat verib onun yoxunu həyə çevirə bilərik. Bu da zaman lazımdır bizim üçün. Tutaq ki, bugün mənə yox dedi, mən bu insana əl çəkim, elə etməyək. Bir müddətdən sonra yenidən xatırlatma edək. Yenidən nəsə fikirlərini öyrənək. Çünki insanlar yaşadıkca dəyişimə uğrayan insanlar, yəni uğrayırlar. Yəni hər birimizin fikirləri, düşüncələri bir vaxtdan sonra dəyişə bilər. Vaxtı ikən 500 manatdan qane olan insan bir vaxtdan sonra ola bilər ki, məsəl üçün mən əvvəl elə düşünürəm ki, 500 manat maaş insana qane edir, bəs eləyir. İndi artıq elə düşünmürəm. Yəni insanların fikirləri dəyişə bilər və siz o fikirləri dəyişdiyi ərəfədə ona yenidən nəsə təklif edib onu yenidən öz biznesinizə dəvət edə bilərsiniz. Yəni yox deməyin dediyim kimi səbəbləri 90% hallarda bilinməzlikdir və qorxmayaq ki, adamın qorxusu olur. Sonra nitq mədəniyyəti əhəmiyyətlidir. Danışıq tonu, səs tonu çox önəmlidir. Nitq mədəniyyətimiz əgər yaxşı vəziyyətdə deyilsə, çalışaq ki, bunu təkmilləşdirək. Heç kim təbii ki, bu nitq mədəniyyətidir, olsun, savaddır, bilikdir. Bunlar heç kimə anadan gəlmə verilmir. Bunların üzərində işləmək və bunları inkişaf elətdirmək lazımdır. Bu bizə həyatımızın bütün sahələrində lazımdır. Şəbəkə biznesinə deyil, bütün sahələrdə bizə lazım olacaqdır. Odur ki, əgər dediyim kimi şükür Allah internet əsridir və əlimizdən gələn hər bir şey edə bilər ki, özümüzü şəxsi inkişafımıza sərmayə qoyaq, yaxşı mənada özümüzü inkişaf elətdirək. Daha sonra bəzi insanlar da var ki, məhsullar daha çox, biznesə daha çox bu məhsulu, bu biznesi təklif edən şirkətdən daha çox maraqlanır. Və bacardığımız qədər şirkətimiz barədə maksimum məlumat toplamağa çalışaq. Mən məsəl üçün şirkətimizin ən çox bəyəndiyim xüsusiyyətlərindən biri heyvanlar üzərində məhsulların sınaqdan keçirilməməsidir. Düşünmüşdüm ki, yəni heyvanlara dəyər verirsə əgər, insanlara ondan qat-qat daha artıq dəyər verəcək. Düz demirəm, heyvanlar bizdən aşağı səviyyədə də elə deməzdim. Hər bir canlı hörmətə layiqdir. Lakin yəni elə şirkətlər var ki, elə deyil, əksər şirkətlər məhsullarını heyvanlar üzərində sınaqdan keçirirlər. Bu mənim üçün önəmli idi. Qarşımızdakı insan əgər dəyər, təbiətə önəm verən insandırsa, qarşımızdakı insan əgər heyvanlara önəm verən insandırsa və onun üçün sertifikatlar maraqlıdırsa, onlar bu şeyləri önəmsəyirsə, o insanlara bu barədə məlumat verə bilər ki, bəzi insanlar var ki, heç ISO sertifikatı nədir bilmir. Maraqlı da deyil ona. Elə insanda var ki, ona sadəcə məhsulların halal olması önəmlidir. İndi insan var ki, yəni sadəcə ona halal sertifikatına belə bəhs eləsən, o ona bəhs edəcək ki, falı olunsun. Və yaxud da ki, məhsulla bağlı GMP sertifikatından tanışlığı olan bir şəxs GMP sertifikatının adını eşitsə, artıq biləcək ki, söhbət nədən gedir və bizə qoşulmağı
ən azından düşünəcək. Yəni biz gözləyirik ki, bizə sıraza razılıq versin, anlıca razılıq versinlər. Bunu bayaq vurğuladım yox məsələsində ki, insanlardan bunu ummayaq ki, o dəqiqə razılıq verəcəklər. Razılıq verməməyin səbəbini də dedim. Şirkətin prestijini, insanlara verdiyi dəyəri, insanlara göstərdiyi şansları, fürsətləri, avtomobil qazanan insanları, ev qazanan insanları, səyahət proqramından danışıb, eləcə də qazanc imkanlarından danışıb, qarşımızdakı insanlarda müsbət rəy formalaşdıra bilərik. Elə insan var ki, onun üçün ancaq maraqlı olan puldur. Bu insanlara ancaq puldan danışa bilərsən ki, Azərbaycanda düzdür, ən yüksək qazanc əldə edən 25.000 manatdır. Dünyada amma insanlar var, ayda şəbəkə biznesində 100.000, milyon hətta qazanır. Yəni bu real faktlardır. Və biz qarşımızdakı insanlara sual verə bilərik ki, sən niyə qazanmırsan? Mən o insanların getdiyi yolu gedirəm. Təbii ki, mənim deməli qazanma şansım var. Sənin mənim fərqim odur ki, mən artıq bu yola girmişəm. Sən də əgər nə vaxtsa aylıq 10.000, 5.000, 20.000 qazanmaq istəyirsənsə, səndən lazım olan şey sadəcə ilk addım atmaqdır. Və bunu vurğulayım ki, qazanc planı barədə danışarkən, qazancla bağlı məlumat verərkən real insanlardan misal çəkə bilərik, öz rəhbərlərimizdən misal çəkə bilərik, real insanlardan, hansı ki, görsünlər ki, bu nağıl qəhrəmanları deyil. Hər biri real insanlardır, real həyatdan olan insanlardır. Avtomobillərdə gördüyümüz, gözümüzün gördüyü avtomobillərdir ki, yetəri qədər də məlumat var, şəkillərini də göstərə bilərik ki, bax, qazananlar var. 70-dən çox insan avtomobil qazanıb, eyni zamanda şirkətin həmçinin digər prestijini göstərən məsələlərdən biri şirkətin 29 ilki dünya bazarında fəaliyyət göstərməyidir. Şirkətlər əsasən 3 ildən 5 ildən sonra iflasa uğrayırlar əsasən, amma 29 il artıq bu şirkətin köklü bir şirkət olduğunun göstəricilərindən biridir. Dediyim kimi, fərqli-fərqli insanlarda bu məlumatlar fərqli-fərqli müsbət rəylərə səbəb ola bilər. Yəni, qarşımızdakı insana baxırıq, ona maraqlı olan nədirsə, onun dünya görüşü, onun savad səviyyəsi, intellektual səviyyəsi, IQ səviyyəsi hansı vəziyyətdəsə, ona da uyğun məlumatlarımızı ötürə bilərik. Və şirkətimiz barədə mən düşünmürəm ki, kiməsə maraqsız olur. Kimsə istəyər ki, lazımsız bir şirkətin əməkdaşı olsun. Hər kəs istəyər ki, özünü önəmli hiss eləsin. Hər kəs istəyər ki, özünü dəyərli hiss etsin və ona dəyər verən bir şirkətdən əməkdaşlıq eləsin ki, bizim şirkətimiz o şirkətlərdən biridir. Dünyada öndə gedən şirkətlərdən biridir. Daha sonra şirkətimizin sərbəst iş qrafikindən bəhs eləyə bilərik. Yüksək gəlirlərdən bunu danışdım. Sərbəst iş qrafiki. Bir çox insanlar müdür sözü götürmək istəmir. Bir çox insanlar kiminsə sözü ilə işləmək istəmir. Bir çox insanlar o eyni qrafikdə yaşamaq, həyat tərzi yaşamaq istəmir və o insanlara da şirkətimizin biznes imkanlarından bəhs edə bilərik. Həmçinin sıfır sərmayə ilə biznes qurmaq imkanı yalnız şəbəkədə mümkündür, şəbəkə biznesində mümkündür. Bunu da vurğulaya bilərik. Elə insan var ki, ömür boyu arzulayıb ki, onun bir biznesi olsun, amma heç vaxt imkanı olmayıb. Bu onun üçün bir fürsətdir. Elə insan var ki, ömür boyu istəyib ki, əhatəsində çoxlu insanlar olsun və o insanlarla birlikdə hansısa bir iş qursun. Komanda yaradaraq bu işi qura bilərsən. Bəzi insanların arzularının gerçək necə deyim, qarşılığıdır bu şirkətin bizə təklif elədiyi imkanlar ki, onu da ancaq insanların ehtiyaclarını öyrənərək bilə bilərik. Sonra bir də digər təsir etmə metodlarımızdan biri də budur ki, qarşımızdakı insanlara hansı, məsələn, Sibirəvel şirkətinin ofisləri müxtəlifdir, çoxludur və hər hansı bir ofisə dəvət edərək, hər hansı bir ofisdə işləmə imkanı, ofisdə özünü təkmilləşdirmə imkanı qazanmasını təmin edə bilərik. Yəni, bu barədə ona məlumat verə bilərik. Tutaq ki, qarşımızdakı insan, məsəl üçün, hansısa bir, necə deyim, ofisdə elə bir yerdə yaşayır ki, gələ bilmir bizim dəvət elədiyimiz ofisdə. Məsəl üçün, Hövsanda yaşayan bir insanı Nərimanov ofisinə dəvət eləmək istəyirsən. Təbii ki, Hövsanda Hövsanda bizim Hövsan ofisimiz var. Məsəl üçün, Binədə yaşayan insanı Nərimanov ofisinə dəvət eləməkdənsə, Binədə onun özünə yaxın olan yerə dəvət eləmək, onda bir təsirli bir iz qoya bilər ki, ona daha yaxın olsun, daha rahat olsun. Amma mən belə deyim də, üstünlük verək ki, qarşımızdakı insanı ofisə dəvət edək. Çünki ofis mühiti, ofis belə deyim də, rejimi insanlarda gözəl bir fikir, gözəl bir ciddilik formalaşdırır. Daha sonra şəbəkə biznesə təsir etmə metodlarında əsas insanların psixologiyasını anlamaq və qarşımdakı insanların psixologiyasına uyğun davranmaqdır. Mən ümumi anlayışları dedim, bir də psixoloji tərəfdən necə təsir edə bilərik ki, onları da deyim qarşımızdakı insanlara. İnsanlar ümumiyyətcə, hər kəs özünü ağıllı hesab edir də, yəni heç kim deməz ki, mənim ağıl səviyyəm aşağı səviyyədədir, yəni, amma qərar verərkən insanların əksəriyyəti hissləri ilə qərar verirlər. İnsanlar nə qədər ağıllı olursa olsun, sən ona nəsə bir şey təklif edirsənsə, nəsə bir şey deyirsənsə, sənin ona təsir etmə yolun birincisi onun hisslərindən keçir. Və sən onun hisslərinə təsir etdiyin müddətcə, edə bildiyin halda o insanın sənə qarşı rəyinin müsbət olma ehtimalı daha çox olur. İlk öncə qarşımızdakı insanlara
hisslərinə belə deyim də, təsir etmə metodlarından biri, təsir etmə yollarının ən əsası etibarlı insan olmaqdır. Dürüst olmaqdır. Təbii ki, bu bizim biznesdə düşünürəm ki, elə hər birimizin xüsusiyyətlərindən biridir ki, biz dürüst insanlarıq, etibarlı insanlarıq və qarşımızdakı insanlar fərqi yoxdur. Hansı işdə olursa olsun, etibarsız insanın heç bir yerdə hörməti yoxdur. Etibar qazanmaq, etibarlı olmaq bu önəmli faktorlardan biridir. Səmimi ünsiyyət. Hə, bir də etibarlı olmağa nəyə görə? Tutaq ki, sən o insanı dəvət elədin, hansısa bir zamanda ofisə gəlməyə dəvət elədin. Ondan daha öncə getməyə çalış, vaxtında get. Söz verdinsə, sözünün üstündə dur. Məsəl üçün, ona hansısa bir prezentasiya eləmək üçün bir vaxt təyin edilsə, vaxtı dəyişmə. Nə olursa olsun o vaxtı dəyişmə. Qoy o insanda sənə qarşı bir etibar yaransın ki, sən dediyin sözün üstündə durmusan. Ki, bunu ilkin olaraq belə bir göstərici olaraq göstərə bilər ki. Səmimi ünsiyyət çox önəmlidir. Bizim xalqımız, bizim millətimiz, biz səmimiyyəti sevirik. Yəni, nə qədər bacarırıqsa, çalışaq ki, qarşımızdakı insanın sərhədi qoruyaraq, təbii ki, tanımadığın insanla nə qədər səmimi ola bilərsən. Sərhədi qoruyaraq səmimi şəkildə ünsiyyət quraq ki, o insanlara şəbəkə biznesi ilə bağlı, işimizlə bağlı, biznesimizlə bağlı, gəlir fonlarla bağlı daha rahat məlumat verə bilək. Daha sonra səmimi ünsiyyətdən əlavə bir də aktiv dinləmə, empati qurmaq çox önəmlidir. Bunu dəfələrlə demişik. Qarşımızdakı insanın ehtiyacının məhsulmu, biznesmi, pulmu, sərbəst iş qrafikimi, yoxsa maşınmı, evmi, nə olduğunu bilmək üçün ilk öncə aktiv dinləmə qabiliyyətimiz olmalıdır. Biz dinlədikcə qarşımızdakı insanlar sözlərindən tuta bilər ki, onun ehtiyacı nədir? Əsasən insanlar özlərini sözlərində büruzə verirlər. İnsanlar öz ehtiyaclarının nə olduğunu öz sözlərindən büruzə verirlər. Və qarşımızdakı insanları dinləmək qabiliyyəti ona qarşı ona dəyər verməyin və ona hörmət eləməyin göstəricilərindən biridir və bu göstəricini ona bildirərək, ona dəyərli olduğunu onu hiss etdirərək onda müsbət rəy formalaşdıra bilərik. Bir də qarşımızdakı insanın ehtiyaclarını öz ehtiyaclarımızdan önə çəkmək. O görməlidir ki, biz onun üçün bu şirkətə dəvət edirik onu və o məhsulları da onun sağlamlığı üçün təklif edirik. Mən satış eləmək üçün və yaxud da ki, mən qarşımdakı insana belə deyim də, məhsul sırmaq üçün deyil, hər hansı bir onun üzərindən pul qazanmaq üçün deyil də, o insanın ehtiyacı olduğu üçün onu bura dəvət edirəm. Həm biznesə, həm də məhsula. Daha sonra bədən dili və ayna neyronlar. Bu barədə danışmaq istəyirəm. Bədən dili keçən dəfə təklif eləmişdilər ki, danışaq bu barədə. Qısaca danışacağam. Bədən dili nə qədər önəmlidir. Açıq duruş. Qarşındakı insan görməlidir ki, açıq duruş. Bax, dik durmaq. Gözünün içinə baxmaq. Bunlar çox önəmli faktorlardan biridir. Əgər biz kimisə dəvət etmişiksə, o biznesimizə dəvət etməyə çalışırıqsa, biznesimizlə bağlı, məhsullarımızla bağlı məlumat veririksə əgər, gözünün içinə baxaraq, dik şəkildə o insana işimizin nə qədər, işimizə nə qədər güvəndiyimizi, özümüzə nə qədər güvəndiyimizi, məhsulumuza nə qədər güvəndiyimizi, biznesimizə nə qədər etibar edədiyimizi göstərə bilərik. Bu çox önəmli faktordur. Sən təsəvvürsən, adamla danışırsan, gözünü qaçırırsan. Fikrin orada buradadır. Adam sənə qulaq asmayacaq. İlk öncə gözün o insanın gözünün içində olmalıdır. Diqqətlə onun üzünə baxsan, təbii ki, bu arada gözünü yayındıra bilərsən və həmin halda dik duruş çox önəmlidir. Bu önəmli faktorlardan biridir. Gülümsəmək. Çox önəmli faktorlardan biridir. Qarşımızdakı insana gülərək, gülümsəyərək məlumat verdikdə sən istəsə də sənə neqativ bir rəy bildirə bilməyəcək. Yəni fərqi yoxdur. Sən gülümsədiyin halda düşünmürəm ki, kimsə gülümsədiyi halda kimisə ona qarşı mənfi bir rəy formalaşa bilər. Və belə deyim də önəmli məsələlərdən biri də bədən dilində önəmli məsələlərdən biri də insanla danışdığımız zaman tutaq ki, stolda oturmuşuq, məsəl üçün dəvət eləmişik də, bunu vurğulayım, söykənməmək önəmlidir. Belə söykənib rahat oturmaq qarşındakı insanı narahat edə bilər və eyni zamanda qarşındakı insanı söykənib narahat oturubsa, bu artıq səni dinləmirəm mənasına gəlir. Sənin dediklərin mənə önəmli deyil mənasına gəlir. Bədənin istiqamətinə fikir verə bilərik. Məsəl üçün, sənin bədənin istiqaməti ona tərəf yönəlməlidir ki, o bilsin ki, sənin diqqətin onun üzərindədir. Və həmin insanı da görsən ki, bədənin istiqaməti sənə tərəf deyil, fərqli bir istiqamətə yönəlibsə, bu onun göstəricisidir. Artıq adam getməyə hazırlaşır və səni dinləmir. O an onun diqqətini yenidən qazanmaq üçün, yenidən cəlb eləmək üçün fərqli hansısa bir mövzudan danışa bilərik. Özümüz barədə məlumat verə bilərik, işimiz barədə şəxsi deyilik, yəni öz biznesimizlə bağlı ən azından maraqlana biləcəyi bir məlumat verə bilərik. Yəni onu dediyim kimi bədənin istiqamətinə baxaraq bilə bilərik ki, bizi dinləyir və dinləmir. Ayaqlarının istiqamətinə baxaraq, əgər ayaqlarını görə bilirsinizsə, istiqamət əgər gəldiyi istiqamətə tərəfdirsə, sizə tərəf deyil, gəldiyi istiqamət tərəfdirsə, deməli adam getməyə hazırlaşır və getməyə tələsir. Bu onun göstəricisidir. Daha sonra qarşımızdakı insana müsbət rəy yaratmaqlardan biri də əllərin açıq formada olmalı.
Biri var sən əllərini belə deyim də, biri var sən əllərini sıxırsan, belə gizlədirsən belə, bir də var açıq şəkildə sən ona hisslərin və duyğuların belə deyim də, açıq olduğunu və açıq fikirli olduğunu ona biruzə verirsən. Yəni əllərin açıq şəkildə o insana tərəf yönəlməyi müsbət göstəricilərdən biridir və qarşımızdakı insanlara müsbət rəy yarada bilər. Daha sonra nə insana çox yaxın oturmayaq, nə də çox uzaq oturmayaq. Biri var aramızda böyük bir məsafə olsun, biri var aramızda çox yaxın bir məsafə olsun. Yaxın məsafə onu narahat edə bilər, uzaq məsafə soyuq bir münasibət yarada bilər ki, insan sizdən kənarlaşa bilər. Qarşımızdakı insanın, bunu xüsusi vurğulayıram, mən də bunu bilmirdim, bugün öyrənmiş oldum, bədən dilinə bağlı əlavə məlumat yığırdım. Qarşımızdakı insanın sağ tərəfində oturmaq çox önəmlidir. Bizdə təlimdə əksini demişlər düzdür, amma mən onu oxudum ki, sağ tərəfində oturmaq o insanda güvən yaradır. Sol tərəfində oturursansa sən insanın, o insana sanki nəzarət edirsənmiş kimi bir hiss yaradır. Qarşısında oturursansa əgər, sən sanki onun əksi istiqamətində oturmuşsan və sən sanki onunla bir mübahisəyə hazırlaşırsanmış kimi bir duyğu və hiss yarada bilər. Yəni oturarkən çalışaq ki, 90 dərəcəli perpendikulyar bax belə bir şəkildə. Yəni mən tutaq ki, burada oturmuşamsa, şəxs burada otursun, üzbəyüzdə yox. Şəxs burada otursun, mən onun sağına düşüm. Və 90 dərəcə oturuş şəklində o insanda deməli daha yaxşı bədən dili olub, daha yaxşı rəy belə deyim də fikir yarada bilərik. Gözlərimizi tez-tez qaçırtmayaq, bunu xüsusi vurğuladım və danışıq tonumuz səmimi şəkildə, istiqamlı şəkildə, gözəl şəkildə olsun. Daha sonra bir də qarşımıza həmin tutaq ki, qarşımıza bir şəxs var, biz onu dəvət eləmişik. Dəvət edərkən qarşımıza məsəl üçün mənim yanımda stəkan var, heç nə qoymayaq. Bu önəmli bir şeydir. Yəni sanki sən araya bir maneə qoyursan. Yəni bir stəkan mı indi mən məsəl üçün burada bir stəkan qoymuşdum. Məsəl üçün sən onun aranda sanki bir maneə yerləşdirmiş olursan həmin insanla aranda və bu belə deyim də şüuraltı olaraq insana təsir göstərir. Belə rəylərinə mənfi və yaxud da müsbət olacağına təsir göstərir. Araya maneə qoyursansa artıq onda da belə deyim də diqqəti cəlb eləmək belə deyim çətin olur. Bunları önəmsəsək, bunları belə deyim də, düşünsək daha yaxşı olur. Ayna neyronlar, hə, bədən dili və ayna neyronlar barədə danışacağam. Bədən dili dedim, ayna neyronlar nədir? Bizim beynimizdə düşüncələrimiz, duyğularımız, hisslərimiz nədirsə, beynimizdəki neyronlar o hissləri və duyğuları kopyalayır, qarşımızdakı insanlara ötürür. Qarşımızdakı insanın hissləri və duyğuları bizə ötürülmüş olur. Və biz həmin anda nə qədər müsbət emosiyada oluruqsa, belə deyim də, tutaq ki, mən müsbət 10-am, o insan mənfi 5-dir, məsəl üçün deyirəm. Mənim artıq müsbət emosiyam onu üstələmiş olur, toplayanda müsbət 5 eləyir. Əgər məndəki mənfi 10-dursa, ondakı məsəl üçün müsbətdirsə, artıq mənim mənfim ona keçmiş olur. Yəni bu mənfi və müsbət riyazi qaydanı nəzərə alıb, nə qədər müsbət emosiyada olsaq, qarşımızdakı insanın mənfi emosiyası da nə qədər yüksək olsa belə, bizim müsbətimiz onu üstələsə, biz onda daha belə deyim də, yaxşı və xoş təsir bağışlaya bilərik. Bu biznesimizdə, belə deyim də, şəbəkə biznesində təsir etmə metodları idi. Ümid edirəm ki, yormadım. Ümid edirəm ki, faydalı məlumatlar verə bildim. Kiminsə sualı varsa cavablandıra bilərəm. Kiminsə sualı varsa ünvanlaya bilərlər. Sağ və sol tərəfdə əyləşmək bir də deyirsiniz, zəhmət olmasa. Əliyeva Qızqayıt xanım. Deməli, qarşımızdakı şəxs, dəvət etdiyimiz şəxs, qarşımızdakı şəxs demişik ki, dəvət etdiyimiz şəxs mənim sol tərəfimdə, mən onun sağ tərəfində oturmalıyım. 90 dərəcə bucaq altında. Mən məsəl üçün buradayımsa, qarşımda deyil, mən onun sağ tərəfində. Məsəl üçün mən burada oturmuşam, stolum mənim oturduğum yerin sol tərəfində, mən burada əks kamerada fərqli görsənə yəqin ki. Mən şəxsin sağ tərəfində oturmağa önəm verim, çünki sağ tərəfi daha çox deyib ki, sağ tərəf bizim o sağ mələk, sol mələk deyirlər, sağ çiynimizdə, sol çiynimizdə mələklər. Sağ tərəf insanı belə daha belə cəlb edir də, insanın sağ tərəfi daha meyilli olur. Sağ əllə yazmağa öyrəşmişik, çoxumuz işlərimizi sağ əllə görürük. Ona görə sağ tərəfində oturduqda həmin şəxsin sənə qarşı diqqəti daha belə deyim də yüksək dərəcədə olur. Yəni onda sənə qarşı güvən yaranır. Sən onun sol tərəfində oturursansa əgər, sanki onu nəzarət etmiş kimi olursan. Qarşısında oturursansa əgər, sanki sən ondan hansısa bir debata, hansısa bir mübahisəyə hazırlaşmışsanmış kimi bir hiss yaranır. Bunu vurğuladım, çünki bu barədə bədən dili barədə danışmamışdıq biz indiyə kimi. Bunu vurğuladım ki, belə mən də bugün təzə öyrənmiş oldum ki, nə qədər önəmliymiş üzbəyiz oturmamaq. Əslində biz bunu, mən məsəl üçün buna əhəmiyyət verməmişdim. Üzbəyiz oturmamaq. Buyurun, kimsə sualı varsa, bədən dili ilə bağlı çox şey öyrənmişdim əslində. Məsəl üçün, qolları belə qoymamaq.
tutaq ki, kiməsə məlumat verəndə heç bir halda qolları belə tutmaq məsləhət deyil və qarşımızdakı insana əgər məlumat veririksə, o da qollarını belə qoyubsa, bu o deməkdir ki, səni dinləmir. Həmin anda onun diqqətini cəlb eləmək üçün fərqli hansısa bir mövzudan danışa bilərsiniz ki, o qollarını açsın. Və yaxud da ki, belə etməmək, tutaq ki, belə oturmusan, bu xoş bir, belə deyim də, göstərici deyil qarşındakı insanla bağlı. İndi bəlkə elə bir şey olar. Əlinin üzündən oynamaq xoş bir göstərici. Mən çox şey oxudum, yadımda qalanları deyirəm. Əlinin üzü ilə oynamağı, sənin oynamağında əgər sən prezentasiya edirsənsə xoş bir şey deyil, fikrinin onda olmadığını göstəricisidir. Qarşındakı şəxsin də əlinin üzü ilə görsən ki, oynayır, edir, qulağı ilə oynayır, üzü ilə oynayır, nə bilim üzünü qaşıyır belə falan. Yəni nəzərə al ki, həmin adamın həmin anda diqqəti səndə deyil. O halda bilərsən ki, diqqəti sənə tərəf yönəlmiş olsun, əyilmiş olsun. O anda bilirsən ki, diqqəti səndədir. Daha sonra sualım. Axşamınız xeyir, Ayşə. Axşamınız xeyir olsun Cəsarət bəy. Tamam, çox sağ olun. Bildirdiyiniz məlumatlara görə çox sağ olun, çox faydalandıq. Mən səhərdən indi yarım saatdır demək olar ki, bütün diqqətimlə sizə qulaq asırdım. Minnətdaram. Mən iki sualım var. Biraz sualımın birinciliyi, ümumiyyətlə çox razıyam ki, bu şirkətdə iştirak eləmək. Mən yaxında sizin göndərdiyiniz o videolara baxdım. Ben İsmira xanımın, Sevinç xanım o çıxışlarına baxdım. Özümü bir an orada hiss elədim. Dedim, Allah Teala nəsib etsin. İnşallah biz də orada iştirak eləyək. Onlardan ünsiyyətdə, yaxından ünsiyyətdə olmaq da istəyərdim. Bu çox güzeldir. Mən onu çox istəyirəm. Yəni mənim biraz çətinliyim var ki, hələ mən tam mənada göstərə bilmirəm. Yəni belə bəzi şeyləri göstərə bilmirəm. Çünki müəyyən çatışmamazlıqlarım var. Yəni bu qüsurla bağlı. Yəni özümü ona şey eləmirəm abi, kökləmirəm ki, qüsurum var, amma yəni biraz çətinliyim bundadır. Yəni bir balaca, çünki şirkətin bəzi işlərində iştirak edə bilmirəm. Ən azından ayda bir dəfə də, 2 dəfə də olsa iştirak eləmək lazımdır. Çünki dünya görüşümüz artmasına böyük təsir edə bilər. Yəni bu müstəh. Mən ikinci sualı biraz işdən kənar döldü, amma işin içindədir, bir balaca kənarlıq var. Nədir? Ya buraxında mən sizdən elədim ki, məsələn, Əsli xanım, bəs belə-belə mən İtaliyada bir nəfər var, Azərbaycanlıdır. Mənim mallarımı gördü, yəni bizim malları dedim. Bizim malları gördü, xoşuna gəldi. Yəni çaylardan maraqlandı, dedi ki, belə-belə. Yəni mən bu istəyirəm bunlardan. Mən də sizə müraciət elədim, dedim ki, bizim Avropada da ofislərimiz var. Bəli, var. Yəni mən deyirsiniz ki, buranı qoyub Avropaya sənin nə işin var? Yəni amma bu məşhur bir adam var da, siz tanıyırsınız. Elon Musk'ın bir sözü var. Hər vasitəni dəyərləndirmək lazımdır. Yəni onun nə dəxli var? Yəni bu gün sən belə deyək, ələ fürsət düşübsə bu gün üzr istəyirəm, Rusiyanın hər hansı bir uzaq nöqtəsində də sata bilərsən. Yəni bu bir şey deyil. Yəni mənə elə gəlir ki, mən belə fikirləşirəm. İndi bilmirəm iştirakçılar necə fikirləşir. Amma orada mən bu sözü işlədəndə ki, bu Rusiya malıdır. Yəni biraz dedi ki, buna biraz diqqət edin. Mən burada onu deyə bilmirəm. Niyə dedim? Məlum məsələyə görə, yəni o bildiyiniz o siyasi məsələyə görə, yəni bu belə bir şey varmı? Yəni mən bunu bilmək istəyirəm. Yəni bu təşkilatçılardan, yəni hal-hazırda bu təşkilatda bir şey varmı? Yəni bir şəxs görə istəmirəm bu sözü biraz böyüsün, o tərəfə belə vurulsun. Yəni hansı o da bu İtalyanlı ilə mənə biraz ünsiyyət yaratdı o adam, suallar da verdi. O deyən kimi o da biraz şey yanaşdı, belə nətər deyim, bir canı belə şeyini göstərdi, öz etirazını göstərdi ki, yox, bu Rusiya malısa biz bunu istəmirik belə elə. Yəni ümumiyyətlə belə bir şey varmı ki, yəni şeydə məsələn biz mallarımızı satmağa, bu da məsələn icazə. Amma mən bildiyim qədər Avropanın hər bir ölkəsində bu Sibirskiy Zdarovoyanın malları satılır. Yəni düzdür, mən əlləşdirdim, Google-da axtardım, bu dili başa düşmədiyimə görə heç bir şey eləyə bilmədim. Yəni mən bunu biraz öyrənmək istəyirəm. Və inşallah mən bir də arzu edirəm ki, sizdən belə yaxından hamımızdan da burada gördüyüm xanımlar hamısından ünsiyyət olam, həm də bizim müdiriyyətlə də tanış ola bilərəm. İnşallah bunu arzu edirəm. Yəni biraz bunun haqqında biraz məlumat istəyirəm sizin. Hətta varsa, yoxsa, yəni sağ olun, Allah hamınızdır. Çox sağ olun. Cəsarət bəy, mən sualınızı cavablandırıram. Bizim Avropanın bir çox ölkələrində, bir çox şəhərlərində ofislərimiz var. Yəni bizim biznesimiz beynəlxalq biznesdir. Əgər siz qeydiyyatdan keçirsəz həmin şəxsləri, beynəlxalq biznes olaraq sizi qura bilərsiniz. Yəni müxtəlif ölkələrdə sizin əməkdaşlarınız ola bilər. Yəni buna heç bir şey mane olmur. Çox insana siz deyirsiniz ki, ev şəraitində evdən çölə çıxa bilmirsiniz, təlimələ qoşula bilmirsiniz.
Yəni çox insan bu biznesdə məhz onlayn iş görərək, yəni offlayn olmadan, onlayn iş görərək nə qədər böyük rəqəmlər qazanmışdı, nə qədər böyük uğurlar qazanmışdı. Yəni bu mümkündür. Real insanlardan sizə misallar çəkib göstərə bilərəm, göndərə də bilərəm YouTube-dan. Ki, hansı insanlar məhz Ruby biznes lider dərəcəsinə kimi gəlib çıxıblar. Deyir, mən ancaq onlayn, bilmirəm, Qazaxıstan yoxsa Rusiya idi, səhv etmirəmsə, mən izləmişdim. Bir xanım idi, həkim idi, onlayn deyir, mən ancaq onlayn işləyirəm bu bizneslə bağlı və Ruby biznes lider dərəcəsinə kimi gəlib çıxmışdır. Və biznesinizi bütün dünyada yaya bilərsiniz. Avropada da sizə qoşulan insanlar ola bilər, biznesdən əməkdaşlıq edə bilərsiniz. Yəni buna heç bir şey mane olmur. Heç bir kəsdən mane ola bilməz bunun üçün sizə. Həmin insanlar qeydiyyat necə normal qaydada qeydiyyat edirsə, qeydiyyat edə bilərsiniz. O insanlar sizin ya müştəriniz, ya da məsləhətçiniz ola bilər, amma alışları Avropadan ala bilərlər. Avropadan hansısa ölkədən, hansısa şəhərdən ala bilərlər. Yəni alışlarını oradan edə bilərlər. Onlayn şəkildə də orada sifariş verə bilərlər. Yəni hər bir ölkənin özünün ayrıca saytı var. O sayta qoşulub oradan sifariş verə bilərlər. Həmişə uzun olanda. Başqa sualı olan varsa cavablandırım, yoxdursa. Suallar yoxdur. Nə gözəl. Mən də təşəkkür edirəm. İnanıram, çox sağ olun. Ümid edirəm ki, faydalı məlumatlar oldu. Salam, axşamınız xeyir olsun Əsli xanım. Axşamınız xeyir, Sevinç. Əsli xanım, sualım var. Sizin bu şirkətə gəlməyinizin təsiri nədən olub sizə? Yəni sizi nə təsir edib, yəni bu şirkətdəsiniz? Hansı məhsulu mu, biznesi mi? Sadaladığınız gözəl amillərdən biri. Mən də birinci dəfə şirkətlə bağlı məlumat, əslində şirkətlə bağlı məlumatlarım var idi. Eşitmişdim sivil məhsulları, məşhur məhsullardır, faydalı məhsullardır. Nüfuz dairəsi. Mənə nüfuz dairəsi təsiri göstərir. Yəni güvəndiyim, inandığım insanlar tərəfindən təklif gəldi. Yəni 100% əminəm ki, mən aldatmırlar, mənə yalan demirlər. Yəni nüfuz dairəsi hər zaman bizim liderlərimizə vurulub ki, biznesə başlarkən nüfuz dairəsinə başlamaq lazımdır. Nüfuz dairəsi mənə çox önəmli, yəni çox əsas 80% nüfuz dairəsi mənə təsir göstərir. 80-90% hətta nüfuz dairəsi təsir göstərir. Sonrası 10% özüm məhsullarım maraqlandım, elədim. Həm də şirkətin özü ilə bağlı maraqlandım. Mən biraz elə şeylərdə necə deyim, şübhəciyəm. Şirkətlə bağlı nə qədər YouTube-da video var, hamısını izlərim. Hamısını deməzdim, bir çox videonu izlədim. Şirkətin məhsullarının tərkibinə baxdım. Sonra əmin oldum, bir daha əmin oldum nəticələrdə. Sonra da o əminliyim daha da belə deyim də möhkəmləndi. Yəni heç bir şeydə şübhə yoxdur. Nə məhsulun bağlı, nə şirkətdən bağlı hal-hazırda. Lap yaxşı. Sağ əliniz bizim nüfuz dairəmizin başına inşallah. Bizimkilərin başına. Onlar da bizim təsirimizi göstərir inşallah. İnşallah, inşallah. Mən şəbəkə biznesində bir şey də vurğulayım ki, kitabda oxumuşdum. Deyir, əhatənizdəki insanlar ya sizin müştəriniz olacaq, ya da əməkdaşınız. Başqa yolu yoxdur. Əgər siz şəbəkəçisinizsə, networkersinizsə, yəni buna əmin olun ki, əhatənizdəki insanlar ya sizin müştərinizdir, ya da məsləhətçiniz, yəni əməkdaşınız. Başqa yolları yoxdur onların. Başqa çıxış yolları yoxdur. Yəni bunu axıra kimi də yəni bu yolu getməliyik. Bir də ki, şəbəkədə uğur qazanmağın əsas yollarından biri heç vaxt təslim olmamaqdır. Bunu xüsusi vurğulayım. Bilməm nə qədər önəmli bir məlumat idi. Ya hə, ya hə. Bəli, ya hə, ya hə. O məxamur olardığı kimi. Ümid edirəm faydalı məlumatlar verdim. Özümün axırında evdə səs-küy oldu. Çox sağ olun. Ümid edirəm çəkmişdir. Siz də sağ olun, Sevinç xanım. Təşəkkür edirəm. Axşamınız xeyir olsun. Axşamınız xeyir, Aynur xanım. Mən də salamlayıram hər kəsə. Təşəkkür edirəm Əsli xanım. Mən bir şeyi vurğulamaq istəyirəm Əsli xanım. Orada çox gözəl bir şeyi vurğuladınız. Bədən dili danışıqda səmimi, istiqamlı şəkildə olmalıdır. Həqiqətən də bir TikTokda canlı açan birisi kimi deyə bilərəm ki, mən demək olar ki, hardasa bir 50-60% insanlara təsirim səmimiliyimdən gəlibdir və istiqamlığımdan gəlibdir. Doğrudan da bədən dilinin Dinara xanım, yəni bu mövzunda ortaya qoydu, doğrudan da önəmi var imiş. Bəli, çox önəmli. Təşəkkür edirəm, çox sağ olun. Mən də təşəkkür edirəm, buyurun. Əslində bədən dili çox geniş mövzudur. Sadəcə mən bizim dəvətlərdə lazım olacaq qədərini izah edirəm. Yəni bədən dili çox geniş mövzudur. Bizə lazım olan qədərini izah edirəm. Həm də qarşımızdakı insanı da bilək. Bədən dilindən bilək. Adam sənə yox demir, hərəkətləri yox deyir. O anda
sən artıq ona uyğun taktik eləməlisən, nəsə bir şey eləməlisən o an. Ayaqlarının hərəkətindən, nə bilim, bədənin istiqamətindən tutmalısan. Söhbəti tutmalısan. Ki, onu necəsə öz tərəfə döndərəsən. Sualı olan deyirəm də, Zoom-un sonunda səs-küy oldu, narahat oldum ki, səsim gəlməz, amma gəldi. Məncə sual yoxdur. Bağlayaq. Necələrimiz? Əgər sual yoxdursa, yekunlaşdıra bilərik. Çox sağ olun Əsli xanım, təşəkkür edirik. Təşəkkür edirik Aydan xanım, minnətdaram, çox sağ olun sizdən. Bağlayayım ondan.